Salam. Bugün sizlərlə Azərbaycanın meşə məcəlləsinə, belə deyək, bir nəzər salacağıq. Bu sənəd əslində meşələrimizlə bağlı bütün oyun qaydalarını müəyyən edir. Yəni onlara necə baxmalıyıq, necə istifadə etməliyik, necə qorumalıyıq. Məqsədimiz də odur ki, bu hüquqi sənəddən sizin üçün ən vacib, ən çox bilinməli məqamları çıxaraq. Bəli, salam. Və başlanğıc üçün çox önəmli bir yanaşmanı qeyd etmək lazımdır məncə. Məzələlə meşəyə sadəcə bir, necə deyim, ağac yığını, odun anbarı kimi baxmır. Meşəyə baxın torpağıdır, suyudur, bütün canlıları, bitkilər, heyvanlar, hətta o gözlə görmədiyimiz mikroorqanizmlər. Bütün bunlar birlikdə mürəkkəb canlı bir ekosistem kimi tərif edilir. Və bu yanaşma əslində bütün sonraki qaydaların təməlini qoyur. Çox maraqlıdır bu yanaşma. Bəs məni həmişə düşündürən bir sual var. Bu qədər qiymətli sərvət olan meşələrimiz kimindir axı? Yəni, siz gedib bir meşə sahəsi ala bilərsinizmi? Yox, bax, bu çox vacib sualdır. Və məcəllənin cavabı çox qətidir. Xeyr, Azərbaycanda bütün meşə fondu deyəndə təkcə ağaclıqlar nəzərdə tutulmur, həm də meşə üçün ayrılmış açıq sahələr, kəsilmiş yerlər, talalar, bütün bunlar yalnız dövlətin mülkiyyətidir. Özəlləşdirilməsi qətiyyən mümkün deyil. Deməli almaq olmur, anladım. Bəli. Əsas məntiq də odur ki, meşənin taleyi ondan istifadə ümumi mənafelərə xidmət etməlidir. Fərdi qazancdan üstün tutulmalıdır. Yəni, qanun bunu tələb edir. Aydındır. Yaxşı mülkiyyət dövlətindədirsə, bəs onda insanlar, şirkətlər bu sərvətdən necə faydalana bilərlər? Ümumiyyətlə faydalanmaq olurmu? Olur, əlbəttə olur. Amma ciddi qaydalar çərçivəsində. Meşədən istifadə hüququ deməli əsasən iki yolla əldə edilir. Birincisi, uzun müddətli icarə müqavilələri. Bu, 1 ildən 49 ilə qədər ola bilər. İkincisi isə, belə deyə, konkret işlər üçün verilən xüsusi icazə sənədləri var. Məsələn, meşə qırma bileti, order ya da meşə bileti. Yəni elə-belə gedib kəsmək olmaz. Mütləq sənəd olmalıdır. Mütləq. Bu sənədlər mahiyyətcə sizin meşədə nəyi, harada, nə qədər və hansı şərtlər altında edə biləcəyinizi dəqiqliklə göstərir. Rəsmi icazədir də başqa sözlə. Bəs istifadə deyəndə yəqin təkcə odun kəsmək nəzərdə tutulmur, başqa nə kimi istifadə növləri var? Əlbəttə, çox genişdir. Məcəllə deməli, baxın, bildiyimiz oduncaq tədarükündən tutmuş. Kötük, qabıq kimi ikinci dərəcəli materialların yığılmasına, ot biçilməsinə, arıçılığa qədər. Sonra yabani meyvə, göbələk, dərman bitkilərinin toplanması var, elmi tədqiqat işləri, turizm idman məqsədləri, hətta ovçuluq təsərrüfatı ehtiyacları üçün də istifadə nəzərdə tutulub. Doğrudan da çox şaxəlidir. Bəs bu qədər fərqli istifadə növü arasında, məsələn, maraqlar toqquşmur ki, deyək ki, bir yer həm turizm üçün cəlb edicidir, həm də odun tədarükü planlaşdırılır. Bu necə tənzimlənir? Və ən əsası, bu hüquqları əldə edənlərin üzərinə hansı məsuliyyətlər düşür? Çox doğru məqama toxundunuz. Bəli, məsuliyyət həqiqətən də böyükdür. İstifadəçilər ilk növbədə ətraf mühitə ziyan vurmamağa borclular. Meşənin özünə, su mənbələrinə, yanğın təhlükəsizliyi qaydaları çox ciddidir. Baxın, hətta qanunda var ki, yanğın olarsa istifadəçi söndürməyə kömək etməlidir. Sonra qırma sahələrini təmizləmək öhdəliyi var. Bəzən hətta meşə bərpa işləri görmək tələb olunur. Və təbii ki, istifadə haqqını vaxtında ödəmək. Bunlar əsas tələblərdir. Bəs pozularsa bu qaydalar? Pozulma varsa bu sadəcə cərimə ilə bitməyə bilər. İstifadə hüququ müvəqqəti dayandırıla bilər ya da ən pis halda tamamilə ləğv edilə bilər. Yəni nəticələri ciddi olur. İstifadədən danışdıq, indi biraz da birbaşa qorunma mexanizmlərinə baxaq. Məcəllə meşələri nədən və necə qorumağı nəzərdə tutur? Əsas təhlükələr kimi yanğınlar göstərilir, qanunsuz qırmalar, bir də zərər verici və xəstəliklər. Bunlarla mübarizə öz yerində. Amma bunlarla yanaşı çox vacib bir preventiv, yəni qabaqlayıcı tədbir də var. Bu, EMTQ dediyimiz şeydir, ətraf mühitə təsirin qiymətləndirilməsi. EMTQ. Bu nə deməkdir? Bu o deməkdir ki, əgər meşələrə təsir edə biləcək hər hansı bir böyük layihə planlaşdırılırsa, istər bu tikinti olsun, məsələn, yol çəkilişi ya da boru xətti, istərsə də
5 hektardan çox ərazidə meşə qırılması ya da 10 hektardan çox ərazidə yeni meşə salınması, bax, bu işlər başlamazdan əvvəl mütləq həmin o EMTG prosedurundan keçməlidir. Yəni, potensial ekoloji risklər əvvəlcədən öyrənilir, qiymətləndirilir və dövlət ekoloji ekspertizasından müsbət rəy alınmalıdır. Aha, yəni əvvəl düşün, sonra kəs prinsipi kimi bir şeydir bu, amma hüquqi dildə. Tamamilə. Məsələdir. Həmçinin onu da qeyd edim ki, meşə ərazilərində hər hansı tullantı bastırmaq qəti qadağandır. Bəs biz, sıravi vətəndaşlar, sizin, mənim, yəni dinləyicilərimizin meşə ilə bağlı hansı hüquqları var? Gedib rahat gəzə, təbiətdən nəsə götürə bilərikmi? Əgər xüsusi bir qoruq rejimi ya da başqa bir məhdudiyyət yoxdursa, bəli, meşələrdə sərbəst ola bilərsiniz, gəzə bilərsiniz. Bundan əlavə, şəxsi ehtiyacınız üçün, baxın, bu vacibdir, satmamaq şərti ilə, ödənişsiz olaraq yabani meyvə, gilə meyvə, göbələk kimi icazə verilən meşə nemətlərini yığmaq hüququnuz var. Amma yəqin ki, burada da müəyyən məhdudiyyətlər var. Var əlbəttə. Diqqətli olmaq lazımdır. Azərbaycanın qırmızı kitabına düşmüş nadir bitkiləri və ya tərkibində narkotik maddələr olan bitkiləri toplamaq olmaz. Bu, qanunla qadağandır. Yanğın təhlükəsizliyinə əməl etmək, ağacları sındırmamaq, ətrafı zibilləməmək, bu artıq hər kəsin həm mənəvi, həm də hüquqi borcudur. Bəs əgər kimsə bu qaydaları pozarsa, adi vətəndaş da olsa, nə baş verir, cəzası nədir? Pozuntunun növündən, miqyasından asılı olaraq cəzalar fərqlidir. Bu, intizam məsuliyyəti ola bilər, məsələn, əgər vəzifəli şəxsdirsə. Sonra inzibati cərimələr var, deymiş ziyanın ödənilməsi var, bu mülki məsuliyyətdir və bəzi hallarda, xüsusilə ciddi pozuntularda, hətta cinayət məsuliyyətinə də cəlb oluna bilər şəxs. Onu da əlavə edim ki, qanunsuz yolla, məsələn, saxta sənədlərlə meşə ilə bağlanmış hər hansı müqavilə, əqd, onsuz da başdan etibarsız sayılır. Deməli, ümumiləşdirsək, Meşə Məcəlləsi həqiqətən də meşələrimizin gələcəyini düşünərək hazırlanmış çox vacib bir sənəddir. Həm istifadə imkanlarını müəyyən edir, həm də onların mühafizəsini təmin etməyə çalışır. Hüquqlar var, amma vəzifələr də var. İstifadə var, amma qoruma da var. Yəni bir tarazlıq nəzərdə tutulub. Tamamilə doğrudur. Kağız üzərində, qanunda bu balans yaratmağa çalışılıb. Sonda isə, icazənizlə, sizin üçün bir düşüncə toxumu atılmaqdaya. Görəsən, məcəllədə təsbit olunan bu incə istifadə və qorunma balansı real həyatda, praktikada nə dərəcədə gözlənilir? Və bu tarazlığın qorunub saxlanmasında sizin, yəni hər bir fərdin rolu nədən ibarət ola bilər? Bu, elə bir sualdır ki, cavabı birbaşa məcəllədə yazılmayıb, amma düşünürəm ki, hamımızı düşündürməlidir.